Dostlar, salam hər kəsə. Həmin bu avtomobil, hansı ki biz dünən çəkiliş elədik, avtomobil artıq gəldi təmirə və mühərrik artıq burada deyil. Birinci növbədə buranın boşluğunu göstərək, hansı ki 2500 kilometrdən çox yürüş oldu Bardalın eliksir qatqısı və 5 litr günə baxan yağı ilə. Mühərrik hardadır? Mühərrik də burada. Mühərrik artıq parçalanıb və Vüqar ustanın xüsusi alətləri ilə siz indi mühərrik necədir? Mənə elə gəlir ki, bir ümumi baxış eləyəndə artıq görəcəksiniz mühərrik necədir və indi Vüqar usta bizə daha dəqiq göstərsin ki, eliksir və günə baxan yağının nəticəsi necə oldu? Xoş gördük Vüqar usta. Hər vaxtınız xeyir olsun Raqib bəy. İlk olaraq mən elə yağı bu xüsusi qaba götürmüşəm. Yəni yağı burada bax belə eləyək. Heç bu filtrin içində var da. Elə filtr də sizin yanınızda açaq. Ha, filtr də açaq, oradan da götürək. Burada buna baxaq elə. Yəni filtrin içindəki yağ bizə çox şey deyəcək birincisi. İkincisi yenə də onun özündə və ümumiyyətlə biz həmin o üstdən çıxan yağı xüsusən xahiş elədik Vüqar ustadan ki, bu burada artıq saqqızdır deyəsən Vüqar usta. Qırdı. Yəni yağ bərbad vəziyyətdədir. Yəni yağ yoxdur. Burada yağ demək olmaz var. Yəni yağı da belə siz hər hansı əllə toxunsunuz. Çox yapışqandı, biz əlimizlə baxdıq. Çox saqqız kimi olubdu, bəli. İyi də ki burada bilirsiniz, iyi götürdük. Ha, o kartofun iyi buradadır, qızardılmış kartofun. Yağı bərbad vəziyyətdədir. Bunu da götürmüşəm xüsusi qaba, bunu verərik biz ekspertə. Bəli, o yağı biz ayrıca həm də Timken aparatında yoxlayacağıq. Bu bizim növbəti çəkilişdə olacaq. Sonra mühərrik bilirsiniz ki, söküldəndə elə o bizə də adətən yəni deyirlər, bəzən sürücülər deyir ki, mən mühərriki sökdürsəm nə qədər xərcim çıxar? Mühərriki sökəndən sonra, yəni sökmədən bu avadanlıqlarla ölçülməsə bilinmir nə qədər xərc çıxacaq. Yəni mən mühərriki kimsə sizə bir xərc deyirsə, o tam yuxarı məbləğ deyir. Çünki mühərrik gözlə baxmaqla, üstdən baxmaqla bilinmir. Mühərrikin detalları sökülməlidir, incələnməlidir, ölçülməlidir. Ondan sonra biz qərara gələ bilirik. İndi burada məqsəd nədir? Biz burada mühərriki bu formada işlədib, bütün detalları bir-bir sizin gözünün qabağında ölçürük. Nə qədər aşınma var, nə baş verib burada hamısını görürük. İlk olaraq bu Newtonmerdir. Biz bununla silindrə blok buradadır, başlığı ölçürük. Bəli. Hansı ki, bunlar həmişə qeyd olunur ki, bu giliz nə qədər vurulacaqmı və yenə də indi Marat bəy də söhbətə qoşulsun ki, bu mühərrik onsuz da yağ yeyirdi və biz bunu həm də buna görə riskə getdik ki, onsuz da yağ yeyir. Nə qədər itki var idi? Normalda adi yağla da belə deyək. Normalda Raqib bəy, bu avtomobilə 90% hallarda mən Alpin əlavə eləmişəm, 530 RSI və 5000 kilometrə 2 litr yarım yağ azalırdı. 5000-ə 2 litr yarım. Bu kifayət qədər mühərrik yığmağa səbəbdir. Amma sonra da biz 2500 ki, bunu bu şəkildə idarə elədik. Yəni bunun nəyi demək istəyirəm? Burada indi nə qədər yeyilmə, aşınma varsa da, bu heç də hamısı bu son 2500-ün nəticəsi deyil. Onu demək istəyirəm. Necədir vəziyyət Vüqar usta? Bu mühərrikdə bəli, küllü miqdarda yağ yemə var idi. Bəli. Amma biz burada qeyd edib baxsaq. Bəli, bunu xüsusən göstərək. Xüsusən göstəririk biz bunu. Bir dəqiqə, biz bunu... Biz onsuz da o rəqəmlərdən heç nə anlamayacağıq Vüqar usta. Bunun norması nədir, neçə olmalıdır? Deməli, burada 8-10 sot ümumi yeyilmə var, aşınma var, 8-10 sot. 8-10 sot nəzərə alsaq ki, bunun orijinal icazəsi 4 sotdur, ploşayla gizin arasında olan məsafə 4 sotdur. Burada 8-10 sot, bu da işlənmiş mühərrikin yəni aşınması yarım milyon gedir. getmiş mühərrikin. Yəni bu işlənmiş mühərrikin aşınması gedir. Burada mühərrikin yeyilib dağılmasında heç bir şey görsənmir. Bax, mən sizə bu gizə baxdım. Yəni mən sizə göstərim burada içlikləri. Bu həmin bunun Əsas göstəricimiz. bax, bu valın içliyidir. Görün nə şəkildədir. Bax, burada siz bir dənə... Burada heç bir cızıq da görsənmir. Yəni nəsə bir şey görə bilirsiniz. Yox. Həmin yağın Tərtəmiz. özüdür bu. Elə bilirsən ki, heç bunu elə mən istəyirəm qoyaturam boyum yerinə, bəlkə bunun köhnə bunlarla da yığdım. Yəni pulunu alarsınız, qoyarsınız yerinə ki, Yəni dəyişdirir. baxın, belə vəziyyətdədir. Qızıl kimi. Bunlar Yəni da, məsələn o yeyilmə bunlar da şatunlardır. Yəni bu dirsəkli sürgü qolu. sürücü qolun. Bəli. Görürsünüz necədir. Yəni içində bir dənə izləyilən şey yox. Qıraqlarında da. Amma burada həmin o boşluq bir yax göstərdiyim orada Porsche ilə gizin arasında olan O da yağ yanmağına səbəbdir. O da bu boşluqdan gedir söhbət. Görürsünüz, o boşluq müəyyən qədər bu qara hissələr tutubdur. Bu detalın özünün olan boşluğudur. Amma yağ burada yanma kamerası görürsünüz. Bura yanma kamerasıdır.
yağ bura keçib yapışıb, bəli, bu kristallaşıb. Yəni bunu kristallaşıb. dırnaq belə iz götürmür də, yəni belə bir Bəli, bunu belə vəziyyətdədir ki. götürə bilməyəcək. Bizim bəzi sürücülər bunu qatqı ilə təmizləmək istəyirlər. Elə bir qatqı verir ki, deyir o Bu da aradan qalmışsın. şamların özü də bilirsiniz ki, analizdir. Bəli. Mühərrikin təzyiqi. Görürsünüz, bax yağ yeyən mühərrik bax belə olur. Şamlar həddindən artıq. Bax bu sonra olub ha Murad. Hə, sonra oldu. Bu elə Yəni məhz biz bunları məhz günə baxandan sonra olub. Bəli, çünki biz bunu çıxartmışdıq, canlı yayımda da var idi. Rəşad usta bunu çıxartmışdı. Bunlar belə ağarmamışdı. Düzdür, qara var idi, amma ağarmamışdı. Ağarma artıq Hətta çünki nəzərə alsaq ki, eliksir işini gördüyü yer mühərrikin içidir. Elektrikin şamla işi yoxdur və buralarda təbii ki, bu baş verməli idi və bu artıq həmin o günə baxan yağ ilə işləməyin nəticəsidir. Valın da ölçüsünü mən ölçüb sizə göstərirəm. Valın da ölçüsü və buradan görsəniz ki, sıfırdan deməli 60 4 deyir də. yarım, 6 bəli, 60-dır. 5 4 sot da burada məsələn. Burada arıza olmalıdır. 3 sot, 4 sot, 2 sot burada artıqdır. Bu da ümumi bunun. Yəni bax görürsüz vala baxın, valda hansısa bir aşınma görürsünüz. Valın özündə yoxdur. Val özü güclü kimidir. Yəni bu əsas güc düşən, yük düşən hissələr bunlardır. Yəni qatqının təmas edib qoruduğu nöqtələr bunlardır Yəni da, bəli, yox? qatqı bunu mükəmməl qoruyub. Burada yağ yanıb yapışıb, hansı yağdır o? Günə baxan yağı. O istiliyə dözməyib. Bax mühərrikin içərisi görürsüz, bax bu vəziyyətə düşüb. Bəli. Bax bunlar hamısı yağın yapışdığı bax yerlərdir. Yəni bu vəziyyətə düşübdür. Bax burada yağ nasosda burdadır. Yaxşı nədir burada? Deməli bu heç bir yuzu bir bunun tərkibində bir şey yoxdur. Bu əslində bunu yuyub mən qorxurdum, ehtiyat edirdim ki, bu yuyub bunu gətirib yağ təkinəsinə töküb və yağla sorub yapışdıracaq bunun ağzına. Görürsüz bunun ağzı təmizdir. Yəni yanıb divar, mühərrikin divarlarında qalıb. Bax bu qatlaşıb mühərrikin divarlarında yanıb yapışıb qalıb orada. Yəni yağ mühərrikin bu temperaturuna dözməyib. Amma sürtünmə, trening aradan eleksir götürüb. Yəni valda, blokda, gilizdə, Yəni detalın detala sürtünüb aşınmasına mane olub hamısı da. burdadır da, bəli, detalı sürtünməsini tam qoruyub. Yəni burada heç bir, yəni valv, içlik, silindirlər başlığı, burada hamısı burdadır. Bu da yanma kamerası görürsünüz, bu klapanlar, silindirlər başlığıdır. Hamısı burada yağ küllü miqdarda yanıb yapışıb bura. Yaxşı, indi Vüqar usta, sual yaranır ki, məsələn, biz bunu 2500-də biraz da həyəcanlandıq, səsdən narahat olduq. Yəni, məsələn, bu vəziyyətdə 3000, 4000, 5000 gedə bilərdi görəsən? Yoxsa artıq haradasa doğrudan da qırılacaqdı? Qırılma nə də olacaqdı? Deməli, qırılma elə burada hal-hazırda başmaqlarda qırılma var. Zəncirin başmağı görürsünüz. Hə, başmaqlar qırılıb artıq. Yəni burada bu zəncirin Səsi yaradan o olur. ötürücüsüdür. Bunun üstündə bir emanit material olur. O artıq qırılıb tökülüb mühərrikin üzərinə. Bu dəmir-dəmirə sürtünürdü. Və səs bu idi. O qaz verəndə Biz gələn onunla səs. davam edə bilərdikmi 5 Bir də hidrokompensatorlar, yəni yağ klapanlar, yağın təmas etdiyi. O kompensatorlarda bilirsiniz ki, yağın təzyiqi ilə işləyir. Ona görə onlar səs edirdi. Artıq burada yağ yox idi. Yəni yağlılıq bir şey yox idi. Yəni yağın təzyiqi. Yəni gedə bilərdi məsələn 3000, 4000, 5000. Çox səs eləyir də, bu artıq səslər başlanmışdı. Yəni burada heç bir aşınma yoxdur. İndi gedə bilərdi, ola bilsin ki, gedərdi, amma da indi biz bunun qəsdinə oturub da tam bunu məhv eləyək bu mühərrik. Yox, əlbəttə ki, bizim də niyyətimiz o deyildi, amma həm də bilmək istəyirdik Biz də bunu. götürsək ki, bunu normal bir yağla, bu günlərim indi biz bu mühərriki yığıb, normal bir yağla və bir dənə də elektrisi əlavə etsək buna, bu ömür boyu işləsin də. Hə, yox, bu yığılandan sonra qutardı getdi də. Bundan sonra da bu elektrik, yəni sənin necə deyirlər, sən mühərrikin, o sürücülərin bir fikir var, mühərrikin yağını dəyişirəm. Başlayırlar, hansı yağ yaxşıdır, hansı yağ yağdır, yağı niyə dəyişsin? Yağı ona görə dəyişsin ki, mühərriki sağlam qalsın, qorusun. Sən ona bir dənə elektrik əlavə elə, tam sağlam qalsın. Hə, biz həm bunu gördük, Həm həm bunu gördük, həm elə bunu özümüz də görmək istəyirdik. Çünki doğrudan da belə bir real təcrübəni yaşamamışdıq ki, yəni hissiyatla daha çox danışılırdı. Ustalar yağı dəyişəndə baxırdılar. Yağ qırdı ya. Hə, bu qırdı konkret. Yağ təmiz belə yanıb bilirsiniz bu Avtomobil işləyib qardaş. mühərrikin yağının tərkibində istiliyə dözən komponentlər var da. Bu yağ
bir dəfə piraşki bişirirsən, yanır, sonra da tulluyursan. Yəni o ikinci dəfə işlətməyə icazə Raqib bəy, verir. mən buradan biz əslində elə bizim yağlar neftdən alınır deyən izləyicilər var idi. Özü də kifayət qədər də çox idilər və buradan onlara demək istəyirəm ki, əgər həqiqətən də bizim yediyimiz günəbaxan yağları elə neftdən alınırdısa, birincisi yadınızda saxlayın ki, bu heç vaxt litri 5 manat ola bilməzdi. Bu birinci məsələ. İkinci bir məsələ, əgər həqiqətən də neftdən alınırdısa, niyə bu vəziyyətə düşüb və niyə qrad çevrilib? Yəni bir siz heç nə, sadəcə bir məsələni araşdıra bilərsiniz. Google-dan normal mühərriklərin, məsələn 2 mühərrikdən yuxarı olan mühərriklərin həcmi, işləmə temperaturunu, yəni o yanma kamerasında olan işləmə temperaturunu araşdırın, nə qədərdir və belə deyim də, yemək bişirəndə sizin tavanın temperaturunu araşdırın. Eyni formada həmən o günəbaxan yağını həmən temperatura salın və görün ki, tavada o yağ nə günə qalır. O ki qaldı şəhərlərdə bəziləri deyir ki, indi günəbaxan yağını tökün, qatqısız sürün. Kim istəyirsə maşınını gətirsin, onun maşınına bunu elektriksiz tökək, sürək, amma məsuliyyəti biz daşımırıq. Yəni onu da deyək. Köhnə zamanlardan, yəni Sovetlər dövründən bu Sovet avtomobilləri mineral yağlar deyirlər. Yəni həmin bu yağlar mineral yağlardır. Bunlar tam neftdən alınma yağlar. Bu gün də həmin o mineral yağlardır. Lakin bunun tərkibində sintetik yağ deyirik nədir? Tərkibində olan komponentlər. Yəni bu yağın mühərrikin müəyyən detalların qorunması üçün, tullantı qazları sıfıra yendirmək üçün, yəni bu hamısı yağın içində o qədər komponentlər var ki, bu günlərim. Yuyuculuq, bəli, təmiz saxlamaq üçün buna deyirlər sintetik yağ. Yəni sintetik yağ artıq ona əlavə olunmuş yağlar. Bəli, mineraldan alınır, neftdən alınır, amma sintetikləşdirilir. Onun tərkibində bir çox komponentlər qatırlar ona. Ona görə də bu günlərim o mineral yağı yoxdur. Hərçənd ki, Bardalın eliksir yağı ümumiyyətlə neftdən alınmır, ümumiyyətlə alınmır. Düzdür, baza yağı olaraq qeyd olundu orada PAO, ester və s. Amma yağ özü tam ona məhz ingiliscə vegetable base deyirlər. Yəni bitki əsaslı deyə bilərik təxminən. 100% sintetik artıq biz Bardal eliksiri haqqında 100% sintetikdir deyə bilirik. Çünki həqiqətən də tərkibində neft məhsulu yoxdur. Yəni bu sırf eliksir seriyasına aiddir. Amma bəli. Yeri gəlmişkən qoyun bir məsələni də vurğulayım. O bəzən yağı nəyə görə məsələn 0, 5, 30 nəyə görə təyin edirlər? Bax, bu mühərrikin yağ sırğasıdır, görürsünüz. Bax, mühərrikin yağ sırğası belə bu formadadır. Bunun içində dəliklər var. Bu yağı sıyıran zaman aşağı, silindrin divarında yağı sıyıran zaman bu dəliklərdən, bax, burada da dəliklər var porsiyonun arasında. Bu keçməlidir. Buradan keçməlidir və aşağı yağ təknəsinə tökülməlidir. Bu dəliklər tutulanda həmin o yağ keçir bura yanma kamerasına və yağ itkisi baş verir. İndi biz sürücülər məsələn deyir ki, misal üçün mən 10-60 tökürəm buna. Yəni, niyə 10-60 mühərriki qoruyur? Axı 10-60 siz gözünüzlə görə bilirsiniz bu dəliyi burada. Görün nə qədər incə, bəli. 10-60-ın buradan keçirici yoxdur axı. O bəzən deyirlər, qardaşlar 5-30 ilə yağ yeyir, keçir 5-40-a, 10-40-a azalsın. Bax, bunu elə yeri gəlmişkən bu məsələ oldu mən demək istəyirəm. Sənin 5-30 yağın bu divarla o silindrin arasında olan təbəqəni qoruyur. Amma bu yağın hərəkəti var, hansı ki kanallardan axmalıdır. Bax, özü məhz burada göstərirəm. Bu dəlikdən bu keçib aşağı yağ qazana gedə bilmir axı. Bu qalır burada, buradan da keçir üstə yanma kamerasına. Və yağ nəticədə yağ itkiyə gedir. Yəni yağ yemə baş verir burada. Sonra həmin o yağın temperatur da özümü yoxdur. O burada kokoslaşır, yanır burada. Bu hala düşür. Yapışır bura. Sən buna nə qədər narın yağ töksən, narın yağ deyəndə, yəni lor dilən deyirəm. Mən 0.16-dan gedir bu günlər. Duru yağ. 5.20-dən gedir söhbət. O 5.20-nin tərkibində komponentlər var. Məsələn, bu günlərim deməli, yağın yanmaması üçün, yağın yanma kamerasını keçib yanmaması üçün müəyyən yeni dəyişikliklər, o da var, həmin o bizim bildiyimiz bugün 0.8, 0.16 yağlar var, hansı ki keçib yanma kamerasını yanmasın. Bu CDI mühərriklərdə baş verirdi. Burada yağ keçir, yanır. Yağ burada yanırsa, özü-özündən porsiyon aşağı nöqtədən yuxarı nöqtəyə gedən zaman aşağıda özü-özündən temperaturdan qızır, yanır. Bu porsiyon təsirləncə yuxarı getməlidir. Burada alışma baş verir. Bu yuxarı
gedir alışma baş verir. Bu detonasiya deyirlər buna. Yanma kama Vaxtından tez vaxtından tez al. Amma bir də var ki, bu Porsche getdi. Yuxarı ölü nöqtəni keçdi və aşağı düşən zaman 4-cü tak baş verir. Bəli. 3-cü tak. orada alışma gedirsə, yəni partlayış gedirsə, bu artıq Porsche-ni aşağı itələyə bilir və dirsəkli val hərəkətə gəlir. Bundan mühərrik hərəkət edir. Amma bu yuxarı gedəndə burada öz-özünə yanan yağ detonasiya verir axı bu. O şaqqıltı dediyimiz onun səsi. Həmin şaqqıltı burada silindr yuxarı gedən zaman yanan burada qazların silindrin divarında çıxmağa yeri olmadığına görə silindrin divarında çırpıntısının səsidir. Həmin o şaqqıltı. Bəli. Ona deyirlər detonasiya. Yəni buna Mən bunu bir dəfə elə sizin sözünüzə qüvvət və qarşısında bir dəfə bizdə elə bir bilirsiniz də Azərbaycanda 550 yağlar o qədər də istifadə edilmir. Bizim də yağ məsələmizi sağ olsun As Motors təmin eləyir və bir dəfə dedilər ki, elə ambarda 550 çoxdur. Gəlin 550 əlavə eləyək. Onsuz da bu mühərrik yağ yeyir. 550 əlavə elədim, özdə qış ayları idi. 550 ilə mənim avtomobilim demək olar ki, getmədi. Mən onu 1000 kilometr sürdüm. Heç bir yağ azalma falan olmamışdı, amma avtomobil getmirdi. Yəni bildiyiniz getmirdi də qardaş. Mühərrik əməli başda əziyyət çəkir. Mühərrik əməlli başda əziyyət çəkirdi. O yağ yeri gələndə məsələn Rəşad ustadan soruşsanız, deyəcək 530 ilə 550 arasında elə bir qatılıq fərqi yoxdur. Çünki əvvəlində 5 var da, yəni. Bəli, Ki, o qədər də 5 əmsal, yəni o qədər də qatılıq məsələsi olmayacaq. Amma yenə də 550-də mənim avtomobilim getmədi. Bu nə qədər yağ yesə də mən bu avtomobildə hər zaman 530 istifadə eləmişəm. Və mənim avtomobilimə oturan, sürən adam həmişə deyib ki, bu o biri 2.7-lər kimi deyil, bu gedir. Çünki indi hamısı yağ yeyir onsuz da. Hamı 5.40, 10.40, 15.40 tökən var Pradoya. Hələ də onu deyirlər Və ondan sonra deyirlər ki, 2.7 getmir. Qardaş, mən 5.30-la bunu hara gəldi qaldırmışam. Mən elə məhz onu qeyd etmək istəyirəm ki, əgər mühərrik yağ itkisi varsa, bu yağ yeyirsə, sən buna daha da biraz qalın yağ tökəndə o bunu yenə tutur. Yəni o gəlir burada əksinə tutur bunu. Bizə lazım ki, bu dəlikdən bu içəri keçə bilsin, yağ hərəkət edə bilsin və yağ təknəsinə tökülə bilsin yağ. Sən onsuz da bunu qalın yağ işlətməklə bu naqar əmələ Yəni Vüqar o yağ azalması niyə aradan qalxır nisbətən? Bax o 5.40-dan 10.40-a keçəndə. Keçə bilmir də orada. Yəni adam bunu görmür. Nəticəyə baxır ki, yağ yemədi. 10.40-a keçdim məsələn, artıq yağ azalması yoxdur. O irik olur. Yəni o əvvəldə olur. Bir müddət olur. Sonra yenə əksinə artır yağ. Çünki o yağ burada qalır burada müəyyən qədər. Yanma baş verir, kokoslaşır. Tamamilə tutur bunu. Yəni burada bir balaca dəlik varsa tamamilə. Sonra da adı olur ki, falan yağ pis yağdır. Bir müddət sən gedirsən hansısa bir yağ dəyişmə məntəqəsinə. Orada da yağ dəyişmə həmin o adam sənə tərifləyir, sənə deyir ki, bu maşın nə qədər gedib, 5.30 keçib, gedək 5.40-a keçib bunu 5.40-a, sizin anonslar kimi. Bəli. Onu deyir və onu əlavə edir. Onun yanından çıxır görür ki, yağ azalmadı. Deyir, bunu yaxşı ustadır. O bir müddət, sonra bir müddət onu elə artıq ona sonra o deyir ki, Onsuz da yığılmalıydı da bu. Yox da mən səni bu qədər idarə elədim, da sənə bu qədər mən yola verdim, indi bu yığılmalıdır. O usta yenə də vəziyyətdən çıxır. Ya yağ pis olur, ya da ki maşın pis olur. Amma da o demir ki, o yığılmalıydı, sən bunun ömrünü qısaltdın. Qoy yağ yeyirdi, 1 litr yağ əlavə qoy yesin də. Yəni ondan sonra elə elə də. Yəni əlavə ilə sürmüşəm mən bunu. Heç vaxt heç bir problem gəlməyib başına və 5.30-la davam etdiyimə görə yarım milyon sürmüşəm və bu vaxta qədər də mühərrik yığılmayıb da, məsələ odur. Mühərrikin öz tövsiyə olunan yağını sən əlavə elə. O yesin, içsin, nə eləsin də o öz işlərini görsün orada da. Sən ona niyə başqa, yəni yazılmayan, olmayan yağ əlavə edirsən? Və belə, bu da nəticədir. Artıq bu nəticəni çoxdan da gözləyirdik və çox şükür ki, həqiqətən də həm də bunu sağ-salamat tamamlaya bildik. İndi bundan sonra Vüqar usta mühərriki yavaş-yavaş yığacaq. Bir də axırda tam yığılanda, o dünən göstərdiyimiz kimi artıq o cür şüşə kimi olanda gələcək inşallah bir də onun avtomobilə quraşdırma mərhələsində. Yəni biz burada yenə də həm bu yağ məsələləri, bu mövzuda olan mifləri bir növ real olaraq görüb göstərməyə çalışdıq. Həm də ki, eliksir nəyə qadirdir, eliksir neyniyir, nəyə qorudu, necə qorudu. Hətta bu mühərrikdə belə onu əyani şəkildə sizlə bərabər gördük. Çox sağ olun. İlk zamanı mən göstərərəm, yəni müəyyən şeyləri çəkib paylaşaram, göstərərəm sizə. Yəni işin gedişatında bunlar indi bu detallar. Onları biz sonra növbəti videoya əlavə edərik. Bu detallar necə təmizlənəcək, dəyişiləcək, yəni yonulacaq, təzə detallarla necə iş gedir, onu da mən sizlə bölüşərəm. Bəli. Və Marat bəy sizi də həm də təbrik edirəm.
bu nəticəyə görə və təbii ki, həm də artıq mühərrik yığılacaq, olacaq yağ yeməyən 2.7 Prado. Bəli, yəni o Bakıda çox azdır, deyim biləsiniz. Avtomobilin qiyməti qalxıb, onu da biləsiniz. Yəni tanımayan yoxdur artıq bu avtomobili. Hə, və mən əslində burada tək mənim uğurum deyil. Mən bütün Masterclass ailəsini təbrik edirəm bu uğura görə. Çünki hər kəs belə deyim də eyni dərəcədə bu məsələdə əziyyət çəkdi. İstər Vüqar usta, istər Rəşad usta, istər siz, istər mən, istər Kənan. Yəni hər kəs bu məsələdə əziyyət çəkdi və həyəcan dolu günlər. hə, həyəcan dolu günlər yaşadıq. Ecikles deyimi ilə desəm, stresi o yaşayır. hə, yəni Ecikles bizə biz testə başlamamışdan əvvəl gəlin bu sirri də açım. Axşam Raqif bəyə məlumat verdi ki, siz sabahları ya bardalı o ölkədə məhv eləyəcəksiniz və yaxud da siz bardalı qaldıracaqsınız. Şükür Allaha ki, Eciklesin dediyi kimi olmadı, ikinci dediyi variant oldu. Biz bardalın həqiqətən də bu dəfə də gücünü sübut elədik. Bəli. Hətta mənə elə gəlir ki, biz növbəti videoda Edin o səsini ora əlavə eləyə bilərik, həmin hissəsini. Baxın da o səs sizdədir indi. O səs məndədir, hə, yəni onun o indi hər halda ingiliscə aşağı-yuxarı anlayacaqlar ki, hə, deyir ki, you may kill Bardal in Azərbaycan, belə bir şey işlədir. Məhz kill bu şəkildə ki, yəni siz də oradan məhv eləyə bilərsiniz Bardalı Azərbaycanda. Biz də dedik ki, yəni biz Bardala inanırıq, bilirik, xüsusən də bu qatqının iddiası da budur və həm də ki, belə deyək də, bu kişinin ağzından söz çıxıb. Yəni məhz o bəhsə girmək, indi mərcə girmədi, bəlkə də girsəydi qazanardı bilmirəm, amma Raqifdən gələn pul lazım. mərcə girmədi, amma əsas odur ki, doğrudan da Bardal özü bizim üçün bu məhz bu eliksir qatqısı. Yəni indi burada nə bilim mən full metal töküm, eliksir töküm və s. bu kimi suallar ondan sonra xüsusən çoxalmağa başlayıb, təbii ki, onları cavablandırırıq. Amma nə etdi, necə oldu, niyə oldu, bu artıq onun əyani nəticəsidir. Düşünürəm ki, bu da Azərbaycanda növbəti bir ilk oldu. Təşəkkür edirik, Vüqar usta, çox sağ olun, siz də əziyyət çəkdiniz və əsas da odur ki, çox tezliklə inşallah bu mühərrikin yığılıb yerinə qoyulmasını gözləyirik. Çox sağ olun. Sağ olun, tezliklə sona çatarıq bunu da. Hələlik növbəti videomuzu gözləyin, təbii ki, paylaşacağıq.